Holland pendirli sobada toyuq edirik. Dadından doymayacaqsınız. Keçid edirik hazırlanmasına. İlk önce soğanlarımı, kartoflarımı doğramışam. Kup-kup şəkildə, daha iri formada. Birinci qabıma onları əlavə edirəm. Üzərlərinə doğradığım toyuq ətimi əlavə edirəm. Üç yemək qaşığı tomat pastası əlavə edirəm. Üzərinə 1 yemək qaşığı duz əlavə edirəm. İstəyən başqa ədviyyatlar da əlavə edə bilər. Mən sadəcə duzdan istifadə edirəm. TikTok'da canlı da açmışam. Hər artıq yeməklərimi TikTok'da canlıda da izləyə bilərsiniz. Hazırladığım toyuğu listimə əlavə edirəm. Süzgəçdən keçirdiyim pendiri əlavə edirəm. Hazırdır.